Azərbaycan Dəmir Yollarının Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən qatarlarında uşaqlar üçün güzəştli və pulsuz səyahət imkanları tətbiq olunur. Az24 AZ xəbər verir ki, qurumdan verilən məlumata görə 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərti ilə qatarla pulsuz səyahət edə bilərlər. 5-dən 10-a qədər yaş arası uşaqlar üçün isə səyahət sinifi, biletin alınma tarixi və mövsümdən asılı olaraq 50%-ə qədər endirim nəzərdə tutulub. Bildirilib ki, 5 yaşadək uşaqlar üçün nəzərdə tutulan pulsuz bilet mütləq qaydada rəsmiləşdirilməlidir. Qərara əsasən, uşağın səfəri etibarlılıq müddəti olan pasport əsasında həyata keçirilir. Uşaq yalnız bir valideynlə səyahət etdikdə, digər valideynin, valideynsiz digər böyüklə səfər etdikdə isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur. Sərnişinlər biletləri Azərbaycan Dəmir Yollarının rəsmi saytı, ADY Mobile tətbiqi və dəmir yol kassaları vasitəsilə əldə edə bilərlər.